Bakı Gəmi Qayırma Zavodu MMC-də Xəzər dənizində istismarı nəzərdə tutulan 2 ədəd 780 TEU tutumlu konteyner gəmisindən birincisinin tikintisinə başlanılması münasibəti ilə kil qoyma mərasimi keçirilib. Tikinti nə zaman yekunlaşacaq? Gəmilərin istifadəyə verilməsi orta dəhliz üçün hansı rol oynayacaq? Ölkəmizdə 2 ədəd 780 TEU tutumlu ilk beynəlxalq konteyner gəmisinin tikintisinə başlanılıb. Konteynerlərin və quru yüklərin daşınmasında yüksək əməliyyat çevikliyini təmin etmək məqsədi ilə layihələndirilən hər bir gəminin ümumi uzunluğu 149,5 metr, eni 21 metr, yüklü vəziyyətdə suya oturumu 4,5 metr, deadweight 9404 ton və yük anbarlarının ümumi tutumu 16,722 kubmetr təşkil edəcək. İşlərimiz kifayət qədər sürətlə gedir. Artıq belə deyək, birinci gəmi ilə bağlı 2 blok hazırda 5 blokun tikintisi həyata keçirilir. İkinci gəmi ilə isə bağlı artıq 2 blokun tikintisi həyata keçirilir. Qeyd edim ki, gəmilər ümumilikdə hər biri 17 blokdan ibarətdir. 2028-ci ilədək təhvil verilməsi nəzərdə tutulan gəmilər Asiya ilə Avropanı, Xəzər dənizi, Cənubi Qafqaz, Qara dəniz vasitəsilə birləşdirən orta dəhlizin möhkəmləndirilməsində mühüm rol oynayacaq. Hər iki gəminin təhvil verilməsi nəticəsində konteyner daşıma imkanları artacaqdır və bugün konteyner daşımaları, xüsusilə Çindən Avropaya daşınan konteyner daşımaları xüsusi strateji əhəmiyyət daşıyır. Çünki orta dəhliz bildiyiniz kimi konteyner daşımalarında bugün alternativ olaraq stabil və daimi əsasda sürətli keçid təmin edən dəhlizlərdən biridir. Bugün gəmilərdən birincisinin tikintisinə başlanılması münasibəti ilə kil qoyma mərasimi keçirilib. Zavodun müasir, səmərəli və beynəlxalq standartlara cavab verən yük gəmilərinin inşası sahəsində artan potensialı nümayiş etdirilib. Rövşən Tahir, Emin Əhmədzadə, Sabir Bilalov, ASTV Xəbər.